Qeyd kayıt götürürəm. Hələ burada mən sürətlə danışdıqca qeyd apara bilərsiniz. Çalışın aparasınız, amma sürətlə danışanda çatmayacaq. Ona görə videonu yükləyəndən sonra videonu göndərirəm qrupa, oradan nəsə qeydlərinizi götürərsiniz o formada. Göndərərsiniz mənə. Belə etdiyiniz qeydləri də, qeydləriniz varsa onları göndərərsiniz mənə. Mən onlara bir nəzər yetirəcəm. İndi biz sual-cavabla başlayaq. Burada kim mənə deyə bilər? Bax, ümumi şəkildə Cənubi Qafqazın, yəni hal-hazırki Azərbaycan ərazisinin iki hissəyə bölünməsi, Araz çayı sərhəd olmaqla iki hissəyə bölünməsi hansı müqavilə ilə öz təsdiqini tapır demişdik? Cavablamaq istəyənlər əl qaldırır. Dəniz? Türkmençay. Türkmençay müqaviləsi. Dəniz nə var? 1828. Bəli, 1828, 10 fevral tarixində. Bəli. Bəs kim mənə deyə bilər? Bax, bu Ruslar ki, Şimali Azərbaycanı işğal etdikdən sonra burada komendantlıq idarə sistemi yaratdılar və bu komendantlar özbaşınalıq etdiklərinə görə, rüşvətxar olduqlarına görə, əlavə vergilər yığdıqlarına görə yerli əhali bunlara qarşı üsyana qalxmışdır. Və Rusiyaya qarşı 19-cu əsrin 30-cu illərində 4 dənə üsyan baş vermişdir. Həmən o üsyanları kim deyər? Rusiyaya qarşı baş vermiş həmən o 4 dənə üsyan. Aynişan, buyur. Car Balakən 1830-cu ildə, Lənkəran üsyanı 1831, Şəki üsyanı 1838, bir də Quba üsyanı 1837. 37, ay. Bax, birinci, afərin Aynişan. Afərin Dəniz sənə də. Car Balakən. Bax, burada yazıram 1830. Lənkəran 1831. Quba 1837 və təbii ki, Şəki üsyanı 1838. İndi baxaq görək kim bizə deyər ki, bu Car Balakən üsyanının rəhbəri kim idi? Baxaq. Murad? Şeyx Şaban idi mən. Tək Şeyx Şaban idi mi? Oydu. Başlasın bilmiyorum. Oydu. Yəqin, kitabda yəqin ki, verməyiblər onu. Deyirsən, verməmişdilər. Uşaqlar, bunu burada qeyd edirəm. YouTube-a yükləyəndə qeydini götürərsin. Aynişan, bəlkə sən bilərsən əlavə məlumat kimi. Həmzət bəy. Əla, afərin. Bəli, Şeyx Şaban və Həmzət bəy. Bəs mənə deyə bilərsiniz ki, bu Car Balakəndən danışdıq. Kim deyə bilər ki, bəs bu ilk dəfə Car Balakənin işğalı, Carlılarla antlı öhdəliyin imzalanması, bu proses nə vaxtdır? Aha, ay maşallah. Zeynəb. Antlı öhdəlik 1804-cü ildə, müharibə isə 1803-cü ildə. Zeynəb, səsin gəlmədi. 1804-cü ildə antlı öhdəlikdir, 1803-cü ildə Car Balakən işğalıdır. Belə danışaq da, 1803-cü il düzdür, Car Balakənin işğalıdır. Hələ 1803-cü ildə də elə üsyandır. Yəni, antlı öhdəlikdir. Yaxşı mı?
İkisi də 1803'dür. Elə bir ki, aprel ayında işğal olunur Carbalakan və orada adlı öhdəlik imzalanır. Yaxşı. Hə. Hə. 1804 Zeynəb, Carlıların yenidən üsyana qalxmasıdır Rusiyaya qarşı. Yaxşı Zeynəb, sən mənə deyə bilərsənmi, orada Carbalakandan sonra ilk ləğv olunan xanlıq var idi. Xanlıq demişdik Zeynəb, onu yadındadır. Carbalakan doğru. Əbülfər Məkkəncə neçənci ildə? 1803. 3 yox daha. Yox, 4. 4 ay sağ ol. Misal. O sonuncu Gəncə xanı kim idi? Gəncəli Cavad xan. Bəli, Gəncəli Cavad xan. Cavad xan hakimiyyət illəri yadındadır. Bəli. De görək. 1785, bir də sonuncu hakimiyyəti 1804. Yox. 1904. Mən 1785, 1804. Aha. 1786'dır. Orada demiştik ki düzdür 85 ile verilen hisse var ama esas 86'dır. Yapçı mı? 1804. Ben. Yok yadındadır. Prosto orada bir xırda münaqişə oldu. 85 ile deyilə bilər. Ama çox zaman 86'da götürülür hakimiyyətə gəlməyi. Bəli, bu belə. Mən kim deyə bilər? Demək, Şəki üsyanının rəhbəri kimdir? Şəki üsyanının rəhbəri. Leyla. Müəllim, Məşədi Məşədi. Məhəmməd. Bəli, Məşədi Məhəmməd idi. Leyla, Şəki üsyanı sonunda nə olur? Ruslar qalib gəlir, yoxsa üsyan qalib gəlir? Üsyan qalib gəlir. Qəti. Ruslar qalib gəlir. Bu 4 üsyanın 4'ünde də Ruslar qalib gəlir. Yaxşı mı? Bəli. Bəli. Bəs kim Məğluba üsyanının başçısının kim olduğunu deyər? Yaxşı, qoy bunu Dəniz desin. Hacı Məhəmməd. Hacı Məhəmməd olur, bəli. Sən mənə deyə bilərsən, bu Hacı Məhəmməd deyil ya. Bəli. Hacı Məhəmməd Quba üsyanının başçısı. Bu öz yerində. Və de görək, bu Quba üsyanında üsyanın başlaması üçün bir bəhanə yaranmışdı. O bəhanə nədir? Vergi yığanların özbaşınaçılığı. Onlar o Şəki deyil. Orada Bilmirəm. bəlkə kitabımızdan çıxardıblar. Bəlkə də şey deyə bilər bizə. Deyəm, bu bəlkə. Deyəm, əl qaldıran digər kimdir, görə bilmirəm. Leyla idi. Demək, uşaqlar, kitabımızda yəqin ki yoxdur. Quba üsyanının başlamasına bəhanə bu Quba ərazisindən Varşava, bugünkü Polşa ərazisindəki, ora Rusiyanın ərazisi olub, atlı alayına, yəni atlı dəstəsinə cavan əsgərlərin yığılması idi ki, buna da Qubalılar razı deyildilər. Baxın, gəlin indiki
Polşanı görsədək. Baxın indiki Polşaya. Bax, Rusiya budur. Bax, bu indiki Belarusiya, Ukrayna, Rumıniya bu ərazilər Rusiyanın əlində idi. Bax, indiki Polşa ərazisi indi paytaxtı Varşavadır. Bu hissədə. Təbii ki, Rusların əlində idi. Buradakı ərazidə müharibə aparmaq üçün buradakı orduya gənc əsgərlər yığırdılar. Oradan da Quba əyalətindən yığmağa çalışırdılar. Bu da bir üsyanın başlaması üçün bəhanə hesab edilir Quba üsyanında. Yəqin ki, orada kitabda yoxdur. Bu özü. Əla, üsyanlarla bağlı. Yaxşı, sonuncu, Lənkəran üsyanının rəhbərini kim deyə bilər mənə? Deyim. Yaxşı, sən deyə görək. Mir Həsən. Mir Həsən xan idi, bəli. Mir Həsən xan. Kim deyə bilər? Bu Lənkəran xanlığı nə vaxt ləğv olundu? Aynişan. Deyim mən. 1826. Bəli. 1826-da ləğv olunur və bu Mir Həsən qaçır Qacarlar dövlətinə. Keçək maraqlı faktlara. Mənə deyin görək. Kim deyər daha doğrusu? Almanların Cənubi Qafqaza, yəni Azərbaycan ərazisinə köçürülməsi neçənci illərdədir? Aha. Baxaq görək. Kimlər? Leyla. Müəllim 1817-18. Bəli, 1817-18. Hansı Rus hökmdarın qərarı ilə Almanlar Şimali Azərbaycana köçürülməyə başlamışdı? Birinci Aleksandr. Hakimiyyət illərində görək qız. 1801-1825. Bax, afərin, bu ayrı məsələ. Bəli, birinci Aleksandr qərar verir. Bəs kim deyə bilər? Almanların Azərbaycan ərazisinə köçürülməsinin nə kimi bir xüsusiyyəti var idi? Hansı məqsəd güdülürdü burada? Bunu kim cavab? Aha. Qoy bunu Aynişan cavablasın. Xristianlığı yaymaq, bir də təbii ehtiyatlardan səmərəli şəkildə istifadə etmək. Bəli, Aynişan, əla. Bəli, xristianlığı yaymağa çalışır. Çünki Azərbaycan diyarı, müsəlman, İslam, burada müsəlmanlar icazə verməz ki, təbii ki, Ruslar qala bilsin. O da çalışır ki, xristianlığı yaysın. Bunların içərisindən, Azərbaycanlıların içərisindən Ruslara meyilli şəxslər yetişdirə bilsinlər, Ruslara sadiq. Bəli, əla. Bir də təbii ki, o Almanlar köçürülən zaman onların içərisində əkinçilər, sonra mühəndislər var idi ki, o mühəndislər, əkinçilər bizim torpaqları Ruslar üçün əkib becərəcəkdi. Mühəndisləri yeni qurğular ixtira edəcəkdi və bu proses Rusiya üçün əlverişli idi. Bəs Almanların Azərbaycan ərazisində 2 düşərgəsi salınmışdı. O düşərgələri kim deyə bilər?
Hı. Bax, Aynişandan başqa var o düşərgələr kiminsə yadında. Ha. Murad oxumamısan dərsin Murad. Oxumuşam müəllim. Göygöldə almanların çaldığı deyirsiniz mi? Bəli, Almanların 2 dənə düşərgəsi var idi. Hansı düşərgələr idi bunlar? Göygölün yaxınlığında var idi müəllim. Bəli, bax, Göygöl buradır. Bir Göygöldə də hansı Şəmkir düşərgələr? yaxınlığında. Yelendorf idi, nə idi? Yelendorf. Yelenendorf. Bəli. Hə. İkinci rayonumuz hara idi? Orada hansı düşərgə idi? Hə, Şəmkirdə Annenfeld. Əla, afərin. Bəli. Şəmkirdə Annenfeld düşərgəsi idi. Əla. Davam edirik. Mənə Rus çarı 1-ci Nikolayın hakimiyyət illərini kim deyə bilər? Leyla deyir. 1825, 1855. Bəli. Rus çarı 1-ci Nikolay dedim da eləmə. Bəli, müəllim. 1825, 1855. Bax uşaqlar, oxuyub yadında qalmayanlar üçün də bu sual cavabı. Başa düşürəm. Bu hissə biraz ağırdır, çətindir. Əvvəlki hissələrə nəzərən, bəli, çətindir. Amma diqqətli olun və videonu yükləyib sizə atanda qeydlər çıxardım. Mütləq şəkildə. Yaxşı. Bu qanunla Azərbaycan ərazisində Gürcü İmeritiya quberniyası və Xəzər vilayəti yaradıldı. Bu hansı il, neçənci ildə qəbul olunmuş qanundur? Özdə 1-ci Nikolay tərəfindən qəbul olunub bu qanun. Yaxşı, bu sualda verək kimə? Leylaya. Bəli, müəllim. Bu hansı qanundur qızım? Əlbi qaldırmışdı, ne suala ona görə sənin adını çəkdim. Ay, yox, müəllim, yadımdan su belə qalıb. Yaxşı, onda aynı şana veririk bu suala. 1840 aprelin 10-da inzibati və məhkəmə islahatı layihəsi. Bəli, 1840 10 aprel qanunu inzibati orada inzibati və məhkəmə islahatıdır. İndi bu ərazi bölgüsündə, yəni Gürcü İmeriya quberniyası və Xəzər vilayəti. Gürcü İmeriya quberniyasının mərkəzi hara ilə aynı şan? Tiflis. Bəli, Tiflis. Bəs Xəzər vilayətinin mərkəzi hara idi? Şamaxı. Bəli, Şamaxı. Əla. Baxın uşaqlar, Tiflisi dünya xəritəsində göstərəcəm. Bugünkü Gürcüstan ərazisinindir Tiflis. Bax, bu Tiflis ərazisi indiki Şimali Azərbaycanın məxsus ərazisi. Baxın. Aha. Bax, bu Tiflis ərazisi. Fikir verirsiniz. Gördünüz? Bəli, müəllim.
Birinci Gürcüstanın paytaxtı. Tiflis İmeritiya quberniyası. Bax, Azərbaycanın bu hissələrini əhatə edib. Xəzər vilayəti isə Xəzər sahilindən düz Qarabağ bölgəsi də daxil olan hissələri əhatə edirdi. Və beləliklə buranın da mərkəzi Şamaxı ərazisi olubdur. Bax, bu da bizim Şamaxı. Bu da bizim Şamaxı ərazisi ki, bu da Xəzər vilayətinin mərkəzi olubdur. Bəli. Bəs mənə deyə bilər, kim deyə bilər? Bax, bu ümumi Qafqaz diyarını Cənubi Qafqazın baş hakimi, yəni Qafqazın baş hakimi idarə edirdi. Bəs Qafqazın baş hakimliyi ləğv olunaraq Qafqaz canişinliyinin yaradılması nə vaxtdır? Baxaq görək kim cavablaya bilər Qafqaz canişinliyi. Ay nişandan başqa uşaqlar. Deyirsən, bunun izahını verməmişəm deyə anlaya bilməmişsiniz o qədər yaxşı. Hə. Yaxşı, ay nişan, buyur. 1844. 1844. Ay nişan, Qafqaz canişinliyinin yaradılması hansı Rus hökmdarının dövrüdür? Birinci kim? Nikolay'ın Bəli, birinci Nikolay'ın dövrüdür. Yaxşı mı? Yaddan çıxmasın. Birinci Nikolay. Əla. Demək, bu öz yerində. Gəlin belə danışaq. Ümumi şəkildə 1804-cü ildə Gəncə xanlığı ləğv olunanda artıq xanlıqları, ləğv olunmuş xanlıqları komendantlar idarə etməyə başlayırdı. Kitabda yazılır ki, komendantların bir dənə buna ixtiyarı yox idi. Nə idi o proses? Deyirdi, komendant bir dənə bu qərarı verə bilməz. Kim deyə bilər? Komendantın verə bilmədiyi qərar dənir Məhkəməsiz yargılaya bilməz. məhkəməsi yargılaya bilməz. Yəni, Məhkəmə orqanlarını məhkəmə də onun əlində idi, amma məhkəmə eləməli idi, düz idi, o düzdür. Ay nişan, bəlkə sən bilirsən. Adam Bəli. Ölüm qərarı verə bilməzdi. Bu qərarı məhkəmələrdə verirdilər. Bir dənə onun ölüm qərarı vermək ixtiyarı yox idi. Yaxşı, komendant idarə üsulu nə vaxt ləğv olunur? Kim deyə bilər? Komendant idarə üsulunun ləğvi. Hə. Ay nişan. 1840. Bəli. O da 1840 10 aprel. İncibati idarəçilikdir də. Komendant incibati əraziləri, ləğv olunmuş xanlıqları idarə edirdisə, bu da 1840 10 aprel incibati islahatı da. Yəni burada məhkəmə islahatı da var, amma bu mərhələ incibati islahatın bir hissəsidir.
İnzibati islahat nə deməkdir? Ərazi islahatı. Yer mənasında. Aydındır. Uşaqlar, bir dənə üzrü sayın. 840 10 aprel islahatına görə komendant idarə üsulu tamamilə ləğv olundu. Qafqaz canişinliyinin 1844-cü ildə Qafqaz canişinliyinin 1844-cü ildə dedik yaranmasını. Bəs kim deyə bilər? Bu Qafqaz canişinliyi ilk rəhbəri seçilən kim idi? Aha, baxaq görək kimlər əl qaldırdı burada. Leyla, Müəllim, Mikhail Vorontov. Mikhail Voronsov, bəli. Vorontov. Nə verim? Ankete atmalısın. Reset kal. Bir dəqiqə uşaqlar. Nə oluyor? Dinle de. Hı. Desin. Yine. 98. Bu nömrəyə deməli reset atmalı. Yaxşı, qapın bağlı dərsdim. Qapın bağlı. Hə, Bir de yaz. alo 411 90 18. Aha. 994. Aha. Tez gələn biraz dərsdəyəm. Kifayətdir. Hə, heç. Uşaqlar, davam edirik. Aha. Deməli. İndi Vorontsov, Mikhail Vorontsov'u Leyla dedi da. Növbəti sualımız belədir. Bir dəqiqə uşaqlar, bu niyə belə oldu? Yəni, mən sizin əl qaldırmağınızı görə bilmirəm. Hə, davam edirik. Növbəti sualımız belədir. 1-ci Nikolayın qərarı ilə Rusların Azərbaycana köçürülməsi. Bu hansı qərardır? Birinci Rusların Azərbaycana köçürülməsi qərarı. Bu 1-ci Nikolayın verdiyi neçənci il, hansı tarixli qərardır? Kim deyə bilər bunu? Aha. Yoxdur deyəcəyimiz. Bir dəqiqə. Kim idi demək istəyən? Hə, Daniel. 1844. Neçə? 1844. Yox, o Qafqaz canişinliyi idi. Aynişan. 1830 idi. Neçə? 1830. 30. Hansı tarixli qərardır bu? 20 oktyabr. Bəli. 20 oktyabr qərarıdır. Aynişan.
hansı ruslar köçürülmüşdü Azərbaycana? Mən birinci əsgərləri köçürmək istirdi, amma əsgərlər iqlim dəyişikliyi olduğuna görə istəmədi. Onlar da o da bidətçi olan, yəni dinə bir dəqiqə Bəli, davam et. bidətçi dinə, adət-ənənəyə zidd olan şəxsləri köçürdü. Bəli, Rusiyanın mərkəzində dinə qarşı çıxanları, biddətçiləri köçürməyə başlayır. Bax, biddətçi Rusiyanın mərkəzində xristianlığa qarşı çıxanlara deyirdilər. Və bunları köçürür, o da bunları köçürəndə Azərbaycanın Aran bölgəsinə köçürür, yəni ən isti, ən quru. Rusiya biraz iqlimdə görə mülayim və soyuqdur axı. Və onlar istiyə gəlib düşəndə dözmür, bəzi hissələri ölür, bu da cəzalandırma və nisbətən də Azərbaycana rusları köçürüb ruslaşdırma xüsusiyyət daşıyır. Deyir, onsuz da bunlar bizə qarşı çıxır bu ruslar. Bunları köçürək, ölən ölər, qalan da orada biraz dinimizi yaşadar, xristianlığın müəyyən ehkamlarını yaşadar. Oradakı xalqa biraz qarışıq bir xristianlıq prosesi formalaşdırar. Yəni, nə qədər olmasa dayaq yaratmış olacaq. Bəli, bu idi. Yaxşı. Kim mənə deyə bilər? Nuxa manufakturasının açılması, yəni bugünkü Şəki ərazisində ipəkçilik, Nuxa ipəkçilik manufakturası açılır. Bu nə vaxtdır? Kim deyə bilər? Nuxa ipəkçilik. Əbülfəz hara getdi? Əbülfəz. Buradadır müəllim. Aha. Murad deyə bilərsən, Nuxa ipəkçilik. Müəllim 1827-ci il idi. Bəli, 1827-ci ildə. İndi bir Nuxa, indiki Şəkiyə baxaq. Baxın, Şəki haradır. Bax, həmən o Nuxa bölgəsi buradır. Davam edirik uşaqlar. İndi baxaq görək. Kim bizə Azərbaycanlı ağa və bəylərin torpaqlarının müsadirəsinə başlanması tarixini deyər? Ağa və bəylərin torpaqlarının müsadirəsinə başlanılması. 4-cü paragrafı heç kəs oxumuyor falan. Bir dənə ay nişan da oxuyan. Hə. Ay nişandan başqa var. Yaxşı, bir ay nişandan soruçaq. 1846 6 dekabr. Yox. Ay nişan. O reskriptdir. Başqa kim deyə bilər? Yaxşı uşaqlar. Biraz digər yerlərdən sual cavab eləyir. 4-cü paragrafı özüm danışacağım sizə. Çox paragraf verməyəcəm bugün də. Həmişəki kimi. Bura biraz da olsa formalaşmalıdır. Zaten 11-ci sinifdir. Nə qədər formalaşsaz, nə qədər yadınızda qalsa o qədər bizim üçün xeyirdir. Demək, bizə əsas məsələlərdən biri olan əvvəlki hissələrdən sual cavabını verəcəm bir neçə. Sonra keçəcəm 4-cü paragrafın izahına. Demək, kim mənə deyə bilər? Gülüstan sülh müqaviləsi nə vaxt idi? Gülüstan sülh müqaviləsi.
Ha, heç kəsin yadında deyil bəyəm Gülüstan sülh müqaviləsi. Zeynəb, 1813 12 oktyabr. bəli. Gülüstan sülhü hansı dövlətlər arasında imzalanıb? Bunu kim deyə bilər? Dəniz, Rusiya ilə İran. bəli. Rus, İran arasında imzalanmış sülh müqaviləsidir. Əla. Yaxşı, belə bir sual verirəm. Şəki xanlığının ləğvi nə vaxtdır? Baxaq görək. Leyla, 1819. bəs Şəki xanlığı nə vaxt yaranmışdı Leyla? Deyə bilərsən bunu da. 1743. Kim tərəfindən yaradılıb Şəki xanlığı? Hacı Çələbi xan tərəfindən, bəli. Bəs kim mənə deyə bilər? Kürəkay müqaviləsində Rusiyaya tabe olmuş iki xanlıq. Kürəkay müqaviləsi ilə Rusiyaya tabe olmuş iki xanlıq. Baxaq. Aynişan, Qarabağ və Şəki xanlıqları. neçənci ildədir bu müqavilə? 1805. 14 may Qarabağ idi, 21 mayda Şəki. Bəli, 14 may Qarabağ, 21 may Şəki. Yaxşı. Kim mənə deyə bilər? Naxçıvan və İrəvan xanlığının ləğvi nə vaxtdır? Ha. Başqa kim? Bəlkə Zeynəb deyə bilər. Zeynəb. Mən deyim. Yaxşı, sən dinlə. Mən Naxçıvan 1828. Bəs İrəvan? Mən İrəvan 1828, o da 1828. Yaxşı, növbəti belə bir sualım var. İrəvan və Naxçıvan xanlığı ləğv olunduqdan sonra onun yerində nə yaradılmışdır? Aha. Dəniz, Erməni vilayəti. bəli, Erməni vilayəti. Bəs Erməni vilayətinin nə vaxt ləğv olunduğunu deyə bilərsən? Dəniz. Onu bilmirəm. 30. Yox. Aynişan əl qaldırdı. Aynişan. 1840. Bəli, 1840 10 aprel qanunu ilə. Demək, həm Komendant İdarə Üsulu, həm də Erməni vilayəti 1840 10 apreldə ləğv olunubdur. 1836-cı ildə baş verən 3 dənə hadisəni kim deyər? Neçənci ildə müəllim? 1836-cı ildə baş verən 3 hadisəni kim mənə deyə bilər?
Ha. Heç kəs deyə bilməz. Yaxşı, üçünü də qeyd edirəm bura. 1. Alban Hristiyan Katolikosluğunun ləğvi. Alban Katolikosluğu. Yəni, baxın, İslamda, müsəlmançılıqda Şiə-Sünni məsələsi olduğu kimi, Xristiyanlıqda da Katoliklik, Protestantlıq, Pravoslavlıq məsələsi var. Bəli. Ruslar Pravoslav idi. Bizim ərazimiz, qədim Azərbaycanlılar Xristiyanların Katolik qoluna məxsus olublar. Ona görə Rusiyanın mənafeyinə zid idi deyə Katolik mənsəbini ləğv edir. Bunlara uyğun olan kilsəni ləğv edir 1836-da. Sonra 2. Daxili gömrük rüsumu buna deyirlər digər adıyla rəhtar. Daxili gömrük rüsumu. Bəs bu niyə ləğv edilir? 1. Nikolay fikirləşir ki, niyə ticarət getmir? Baxır, görür ki, vergi yüksəkdir. Məsəl üçün, tutaq ki, bu günlərim götürək ki, Aynişan ticarətlə məşğuldur. Hansısa xarici şirkətdən məhsul vurur, görür ki, 300 manata kimi heç bir vergi tutulmur. 300-dən 1000 manata kimi müəyyən qədər vergi tutulur. 1000 manatdan artıq gətirəndə daha çox vergi tutulur. Aynişan bu prosesi görür, deyir ki, yox, mən sərf eləmir bu ticarəti aparmaq. İndi Nikolay da bunu qədimdə müşahidə edir, görür ki, bu tacirdir, gətirib məhsul satacaq. Görür, Avropa ölkəsindən bu məhsulu alıb gətirsən, baha olasın. Nikolay bunu müşahidə edir, deyir ki, elə bir şərait yaratmaq lazım ki, bunlar gedib xaricdən o şey alıb, yəni məhsul alıb gətirsinlər və gətirib satsınlar. Ona görə vergini ləğv edir. Daxili gömrük rüsumunu, rəhbər vergisini ləğv edir. Yəni, daxildə sən satış edirsənsə, vergi vermirsən. Və bu proses tacirlərin mənafeyinə yaxşı təsir göstərmişdir. Artıq onlar ticarət sistemini inkişaf etdirirdilər. Və 3. Üçüncü nədir? Üçüncü, Qafqazda ipəkçiliyi yayan cəmiyyət. Bəli, Qafqazda ipəkçiliyi yayan cəmiyyət. Bu nədir? Baxın, Rusiya belə bir şey fikirləşir. Hansı ki, o 1827-ci ildə burada Nuxa fabriki açdırmışdı. Rusiya birinci düşünürdü ki, zavodu burada yox, orada tiksin, Rusiyada. Sonra deyirlər ki, mən özümə niyə yolumu uzadıram ki, ondan sonra zavodlar burada tiksin, ipək parçalar istehsal olunsun, hazır məhsul aparılsın Rusiyaya, Rusiyadan da çıxarılsın, Avropa bazarlarına satılsın. Bəli, bunu deyir. Və başlayır bu prosesi davam etdirməyə. Ona görə də 1836-cı ildə Rusiyada birbaşa ipəkçiliyi, Rusiya, Azərbaycan ərazisində ipəkçiliyi yayan cəmiyyət formalaşdırır. Yəni, indiki Azərbaycan ərazisində keçmişdə Cənubi Qafqaz da deyirlər. Ona görə Cənubi Qafqazda ipəkçiliyi yayan cəmiyyət olaraq da bilinir.
Bax, ümid edirəm ki, bu yadınızdan çıxmaz. Yaxşı uşaqlar, mən keçim sizə biraz 4-cü paragraf çətin olduğuna görə izah verim. 5-ci paragrafda evə verəcəm. Bir dəfə oxuyarsınız. Ev yox. Gələn səfər testlər üzərində gedərik. Əsas məsələ burada sizin müəyyən qədər 11-ci sinifdən anlayış almağınızdır ki, sonra biz bunun üstündən 2-3 dəfə də keçəndən sonra artıq belə deyək də, mənfi proseslər yaşanmasın. Əbülfəz, qulaq asa bilirsən orada. Müəllim, bəli. Aha. Yaxşı öyrənə bilsən, bu il sən də olimpiyadaya gedəsən. Baxaq görək, nə edirik? Demək, uşaqlar, biz danışırıq hal-hazırda indi neçənci ildən 19-cu əsrin 30-cu illəri haqqında bir məlumat verəcəm sizə. Demək, ümumilikdə nə baş verir? Birinci Nikolayın dövrü. Zaten 4-cü paragrafımız ümumi şəkildə 1-ci Nikolayı əhatə edir. Nikolayın verdiyi qərarlar və belə bir qərarlarla başlayır. Nikolay fikir verir ki, artıq 1834-cü ildən müşahidələrinə əsasən baxır, görür ki, yox, Qafqazda ticarət o qədər yaxşı deyil. Ona görə 3-cü paragrafdan, bayaq dediyimiz 1836-cı ildə həm rəftar sistemini ləğv edir, həm də Cənubi Qafqazda, yəni indiki Azərbaycan ərazisində 1836-cı ildə ipəkçiliyi yayan cəmiyyət yaradır. Bu, həm ipəkçilik sahəsində ticarəti inkişaf etdirmək üçün idi, həm də vergini ləğv etməklə o daxildəki satışla, ticarətlə məşğul olan şəxsləri daha da ruhlandırmaq idi ki, onlar yaxşı işləri ilə məşğul olsunlar. Və zaman keçir, hansı ki, bunun apardığı islahatlar 1834-dən 1843 aralığında ticarətdə öz bəhrəsini verir. Belə ki, verginin ləğvi daxildə ticarəti artırır və ipəkçilik təsərrüfatını inkişaf etdirir. İpəkçilik də nədən alınır? O barama qurdu var, tut yarpaqlarını yiyir, ondan ip hörür. Elə bir hörümkək nətər? Tor hörür. Barama da ip hörür ondan və ona deyirlər ipək. Ondan da ən bahalı parçalar alınır. Hansı ki, bu ipəkçiliyin ilk çıxdığı ərazi, ipəkçiliyin ilk inkişaf etdiyi ərazi Çin ərazisidir. Çində bu proses baş verir. Bəs Çin demişkən, mən kim deyə bilər? Çin nə vaxt yaranıbdır? Çin dövləti. Kimin yadındadır Çin dövlətinin yaranışı? Çinin Sin sülaləsi tərəfindən yaradılması. Nə oldu? Heç kəsin yadında deyil. Müəllim, eradan əvvəl 224. Yaxınlaşmış. 221. Bəli. Var indi, başdan bir də keçəcək, Allah qoysa bu yer sıfırdan. Bəli, Çin Sin sülaləsi tərəfindən 221-ci ildə yaradılıb. Kim deyə bilər? O Sin sülaləsinin ilk nümayəndəsi kim idi? Hökmdar kim idi orada? Leyla. Sin Şixuandı. Elə idi. Bəli, Sin Şixuandi idi. Əla. Davam edirik. Uşaqlar, demək, vaxt gəlir, zaman yetişir. Nikolay müşahidə edir ki, yox, bu Qafqazın baş hakimi var ki, Qafqazın baş hakimi. Qafqazı yaxşı idarə edə bilmir. Komendantlar öz başınalıq edir, əlavə vergi yığırlar, rüşvətxorluq və əhali buna görə hələ bax o 1830-cu ildəki üsyanları törətmişdi. Biz saydıq bayaqlar 1830-da Carbalakən,
1831-də Lənkəran, 1837-də Quba, 1838-də Şəki üsyanları. Yəni bu 4 üsyanı ona görə törədirlər. Və zaman zaman bu Qafqazın baş hakimi olan Paskeviç də məlumatları ötürürdü və Nikolay bu prosesləri görərək 1840 10 aprel. Bu oxuduğumuz hissədir. Normal başa düşməmisiniz deyə izah verirəm. 1840 10 aprel qanununu verir. Bu qanun belə adlanır. 1840 10 aprel İnzibati məhkəmə islahatları. Bəli. İnzibati nə deməkdir? Ərazi. Bax, coğrafiyada belə bir şey var, deyir inzibati quruluşu. Məsələn, bir ölkənin inzibati quruluşu. Bu inzibati ərazi mənasında, yəni ölkənin ərazi dəyişikliyi olaraq bilinir. Məhkəmə də onun qanun sistemləri haqqındadır. Onun məhkəmələri, yeni yaradılan məhkəmələr bu kimi proseslər haqqındadır. Əvvəlki illərdə Azərbaycan işğal olunan zaman Azərbaycana qarşı çox sərt qərarlar qoyulmuşdu. İndi onların da bəziləri haqqında məlumatı verəcəm mən sizə. Demək nə baş verir? İlk olaraq bunların işi inzibati dəyişikliyi olan o erməni vilayətini ləğv etmək. Çünki narazı idilər, o boyda üsyan baş vermişdi. Erməni vilayətini istəmirdilər axı Azərbaycanlılar. Öz yurdunda İrəvan və Naxçıvan kimi ərazidə erməni vilayəti. Bəli, bax, Naxçıvan bölgəsi ümumilikdə bax bu göstərdiyim əraziləri təşkil edir. Ümumi bütöv Naxçıvan. Yuxarı hissəsi də boş olan hissə. Orada da İrəvandır. Burada 1828-də dedik ki, erməni vilayəti yaradılmış da. Onun səbəbi var idi. Bəlkə kimsə xatırlaya bilər, oxuduğundan xatırlaya bilər ki, erməni vilayəti sırf Naxçıvan, İrəvan ərazisində yaradılmasının hansı məqsədi var idi? Niyə Ruslar sırf gətirdi o ərazidə yaratdı erməni vilayətini? Bəlkə kimsə cavablandırar. Leyla, əlim qalxılıdır. Cavablandırmaq istəyirsən? Xeyr, müəllim. Ya. Aynişan, bəlkə sən cavablandırmaq istəyirsən? Bilmirəm müəllim. Bilmirsən. Yaxşı. Elə bilirəm. Bu hissələr biraz çətindir. Aynişan. Elə bir ki, fikirləş ki, bax, Osmanlı da türkdür, Azərbaycan da türkdür. Bunların sərhəd bölgəsi də Naxçıvan, İrəvana düşür. Bax, görürsünüz bu Naxçıvan bölgəsini. Bu da Ermənistan ərazisi İrəvan. Bura, bax qoy bu İrəvan, Ermənistan ərazisini qoyaq bura. Bu qırmızı da Naxçıvan ərazisi. Baxın, uşaqlar. İndiki Türkiyə də Osmanlı ərazisidir. Osmanlı dövləti var və daha böyük hissədə var. İndiki Türk Cumhuriyyəti nisbətən Osmanlıya nəzərən dəfələrlə kiçikdir. Və Rusiya düşünür ki, sabahların daxildə bir münaqişə olsa bunların köməyinə Türk çatacaq. Nə etmək lazımdır? Elə bir baryer, bufer zona yaratmaq lazımdır ki, bunların əlaqəsi kəsilsin. Bufer zona iki eyni dil quruluşuna, dil ailəsinə qohum xalqların bir-birindən ayırmaq üçün orta hissəyə gətirirlər, başqa xalqları köçürürlər.
Bax o idi erməni vilayəti adlandırılan hissə ki, bax burada Naxçıvan İrəvanda salınmışdı ki, Azərbaycanlılarla Osmanlı türkləri bir-birinə dəstək ola bilməsin. Bir-birinə kontakt olub əlaqələrini inkişaf etdirə bilməsinlər. Bəli. Və üsyanlardan sonra bu məcburi şəkildə 1840 10 aprel inzibati dəyişikliyində o erməni vilayətini ləğv edir. Və dediyim kimi 2 dənə mərkəzi Tiflis olan Gürcü İmeritiya, bax, mərkəzi Tiflis olan Gürcü İmeritiya, mərkəzi Şamaxı olan Xəzər vilayətini yaradır. Bax, Şamaxı. Xəzər vilayətini yaradır. Və beləliklə Azərbaycan yeni bir bölgü yaradır. Və Azərbaycanın o vilayət, xanlıqlar ki, ləğv olunmuşdu, o 1806-da ləğv olunan, 1804-də, 1810-da, nə bilim, 26-da, 28-də ləğv olunan bu xanlıqları komendantlar idarə edirdilər və komendantlar özbaşınalıq edirdilər deyə. Orada artıq Nikolay deyir ki, hə, komendantları ləğv etmək lazımdır. Çünki xalqı 1830-da, 30-cu illərdə üsyana qaldıran bir hissədə bu komendantların özbaşınalığı idi. Onların hərəkəti idi ki, Azərbaycan xalqı ruslara qarşı qalxmışdır. Bəli, Nikolay da bunu görür və 1840 10 aprel qanunu ilə komendant idarəsində ləğv edir. Və bu həqiqətən də müəyyən dəyişikliklərə səbəb olur. Demək, uşaqlar, Azərbaycanı Rusiya 1828-də Şimali Azərbaycanı tam tutandan sonra o burada ümumi şəkildə belə deyək, məhkəmələr təşkil etmişdir. Onun ədalətsiz məhkəməsi, ədalətsiz islahatı o idi ki, mülki şəxsdir da, məsələn, adi vətəndaşdır. O vətəndaş cinayət törədəndə əslində mülki məhkəmədə baxılmalıdır. 1828-ci il o Azərbaycan işğala keçəndən sonra Rusiyanın bir səhvi olmuşdu ki, mülki şəxsən cinayət törətmişsən, getməlisən mülki məhkəmədə sənin cəzanın verilməlidir. Amma sırf Azərbaycanlıları göndərdilər hərbi məhkəmələrə də. Hərbi məhkəmələrin əksəriyyətdə güllələnərək ölüm qərarı ilə yekunlaşırdı. Yəni, dolayısıyla sırf Azərbaycanlılara qarşı belə bir ciddi rejim qurmuşdular. Adi bir mülki cinayətə görə də sən hərbi məhkəmədə güllələnmə qərarı ala bilər. Bəli, uşaqlar başa düşə bilirik. Bəli. Başa düşməyən varsa, bugün oturmayanlar çox şey itirdi. Hə, başa düşməyən varsa, desin ki, müəllim, başa düşmürəm, bir də izah edeyim. Başqa bir nümunə ilə biz onu göstərməyə çalışaq. İndi uşaqlar, məhkəmə islahatların digər proseslərindən biri nədir? Demək, burada biz görürük ki, vilayətdir, mahaldır, ayrı-ayrılıqda məhkəmələr yaradılır. Artıq o mülki cinayətlərin hərbi məhkəmələrə verildi. O hərbi məhkəmələrə verilmə prosesi ləğv olunur. Artıq. Nikolay görür ki, bu da xalqı özündən çıxardır. Ona görə məcburi şəkildə bunu da ləğv edəcəklər. Bəli. Bəs nə baş verir sonraki prosesdə? Sonraki digər proseslərdən biri ondan ibarət idi ki, demək, artıq bu proses, məhkəmə prosesində dini məhkəmələr saxlanılır. Yəni, İslam dininin dini məhkəməsi saxlanılır. O da xalqın dininə toxunmağa biraz çəkinirlər ki, təzədən üsyan qalxa bilər. Axı, hələ bu 40-cı ildə islahatı nəyə görə keçirir? 30-cu ildə baş verən üsyanlara görə. 38-də Şəki üsyanı bitir, ondan sonra görür ki, mümkün deyil. Xalqı işğal altında saxlamaq üçün nə isə güzəştə getmək lazımdır.
1-ci Nikolay bunu fikirləşir və 1840 10 aprel islahatına görə o məhkəmə islahatında belə bir prosesi saxlayır. Dini məhkəmələri. Və dini məhkəmələrin böyük hüquq